Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala a'daihim ecmain minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh Rabbi şrahli sadri ve yessirli emri ve ehlul uqdeten min lisani yefkahu kavli sadaqallahul aliyyul azim. Allah Teala ibadət itaətimizi qəbul eləsin, bizi bəyəndiyi bəndələrdən qərar versin, dünya və axirət. Peyğəmbər və əhl-i beytinin ziyarət və şifayətini nəsib eləsin, inşallah xəstələrimizə şifa versin, çətinliklərimizi həll eləsin. İltimas dua eləyənlərin dualarını qəbul eləsin, inşallah. Allah Muhammed al-Muhammed xatirinə Ağa İmam zamanı zuhurun təcil eləsin, bizi də ağanı tanıyıb ona kömək olub onun qarşısında şəhid olanlardan qərar versin. Söhbətimiz Nəhcül Bəlağa 85-ci xütbənin demək olar ki, axır hissələridir. Həzrət yenə də axır kəlmələrində insanın axirətinə və həyatının axır anlarına işarə eləyir. Deyir və kəən qəd əliqətkum məxalibul məniyyə. Siz elə fikirləşməyin ki, ölüm sizdən uzaqdır. Həqiqətdə ölümün çaynaqları sizin elə bil boynunuza batıb da. Arxadan ki, necə tutarlar, ona təbir edirlər ki, elə bil çaynaqların batırıb arxadan boynunuza və qətət mümkün əlaiqul umniyyə. İnsanı ki, həmişə o ki, rivayətlərdə var, Əmməy Məsumdan uzun Əli əleyhissalamın da kəlamlarında var ki, əhləkən nası isnanı iki şey insanı həlak eləyir. Biri də tulul əməldir. Tulul əməl, yəni uzun arzularla yaşamaq, uzun arzularla yaşamaq. Ki, uzun arzular deyir, deməli, ittibaul həva və tulul əməl. Biri həvai nəfsə tabi olmaqdır, biri də uzun arzulara malik olmaqdır. Hər ikisinin də özünə görə bir xasiyyəti var, insanda təsir qoyar. Biri həva nəfsə tabi olmaq, Həzrət buyurur ki, fəəmmə ittibaül həva fəyəsuddu ənil həq. Həvai nəfsə tabi olsun, həvai nəfsə tabi olmaq həmişə insanı haqdan döndərər. Heç vaxt insan haqqa tərəf gəlməz və haqdan uzaq gəzər. Uzun arzularda onun da özünə görə bir xüsusi xasiyyəti var ki, insanda təsir qoyar. O da yunsil axirə. Axirəti insanı yadından çıxardır. İnsan da ölümü fikirləşəndə, qəbri fikirləşəndə, sorğu-sualı fikirləşəndə, axirət dünyasının çətinliklərini fikirləşəndə qorxur, çəkinir, ondan sonra özünü islah edir. Amma elə ki, axirət yaddan çıxdı, ölüm yaddan çıxdı, onda insan elə neyinir? Dünyaya bağlanır. Həzrət də buyurur ki, ölümün xasiyyətlərindən biri budur ki, yəni ölüm daim sizin başınızın üstündədir, sizin yanınızdadır. Vən qətəət minkum əlaiqul umniyyə. Özdə ölüm elə bir şeydir ki, sizdən bütün arzuların, əlaqələrin kəsib, sizin arzularınızın hamısını puç eləyir də. Nə qədər insanın evi yarımçıq qalır, nə qədər insanın arzusu ürəyində qalır, nə qədər insan görsən, toy görmək istəyir, görə bilmir. Nə qədər insan, məsələn, dünyada planları var, proqramları var, hamısı yarımçıq qalır. Arzuları kəsir ölüm. Ona görə Həzrət deyir ki, və buna görə də insan hədisdə var, ölümü gündə neçə dəfə yad eləsə, behişt ona vacib olar. Bir mənada ki, bir neçə dəfə yad eləyəndə insan bu dünyanın puşduğunu başa düşür. Ona görə dünya bağlanmır. Dünyaya da bağlanmayanda axır insan özü üçün bir məqsəd qoymalıdır ortalığa, axirətə bağlanır. Axirətə bağlananda behişt ona vacib olur, cəhənnəm ona haram olur. Əgər düzgün fikirləşsə, ölüm barəsində düşünsə, onu düzgün dərk eləsə və bu xasiyyəti də budur ki, arzuları da qırır. İnsanların arzuların yadından çıxardır və insan baxır, görür ki, bu arzularla ki, mən yaşamışam, hələ heç nə onları müvəffəq olub ələ gətirə bilməmişəm, heç birinə də çatmamışam, ömrümü də hədər eləmişəm, bu yandan da nədir? Əlim boşdur. Elə bir insanın əli çatan yerdə
özü üçün götürüb bir istifadə eləməyə maddi bir şeyləri var. Ona qane olmur, əli çatmayan yerdə gedir, istəyir oradan eləməyə. Yaxşı, o da bir ömür sərf edir, oradan da heç nə götürənmir, axırda ac məcbur olur, qadir gəlir, görür, burada da heç nə yoxdur. Çünki buradakını vaxtında götürməlidir, vaxtında götürməyəndə onu da götürürlər, qaytarırlar dala. Yaxşı, o baxımdan Həzrət buyurur ki, siz o əl çatmaz şeylərlə fikirləşirdiniz, oradan nəsə ələ gətirəsiniz. Orada əli çatmadı və çatmayacaqdı. Əvvəldən də yaxşı fikirləşsəydi, çatmayacaqdı. Olar ki, sizinki qismətiniz idi, onları da qoydunuz, tərk elədiniz, getdiniz. Siz gələnə də onlar qalmayacaq, təbiidir ki. O neyməti Allah Teala götürəcək. Və dəhimətkum mufsiatul umur, bərzəxin, qəbrin, ölümün, bütün çətinliklərin hamısı da sizə üz gətiribdir bu halda. Ölümün çətinliyi, ölümün ağrısı, ondan sonra qəbrin sorğu sualı, təkliyi, vəhdəti, axirətin o ilkin mərhələsi olan bərzəxin özünün çətinlikləri, bunların hamısı sizə üz gətiribdir və siyaqəti ilə virdil mavrud. Və nəhayətdə Quran-ı Kərimdə bir dənə ayə varmızdır. Buyurur ki, yəqdumu qovməhu yevməl qiyaməti, öz qovmun, deməli, qiyamətin günündə öz qovmunun qabağında gedəcək və avrədəhumun narə və onları aparacaq, cəhənnəmə salacaq və bi'səl virdil mavrud, nədir? Nə pis yerdir o yerə ki, bunlar neynirlər? Varid olurlar. Yəni, və bi'səl məsir Allah Teala Quranda bəzi yol gedənlərə deyir ki, siz bu yolu seçdiniz, amma vələ bi'səl məsir. Nə pis yolu seçdiniz? Bi'səl məva məsələn. Nə pis məva seçmişsiniz, özünüzə qərargah seçmişsiniz. Burada da buyurur ki, və bi'səl virdil mavrud, o yerə ki, siz daxil olacaqsınız, o çox pis yerdir. Yəni, çətinliyiz çox olacaq orada. Həzrət də buyurur ki, deyir, və siyaqətu ilə virdil mavrud və nəhayət ölüm sizi arzularınızdan qıracaq, ölüm sizi dünyadan köçürdəcək, ölüm sizi qəbrə daxil eləyəcək, bərzəxə daxil eləyəcək və nəhayətdə də ki, virdil mavruda ki, yəni o cəhənnəmə daxil olmalı yer ki, ora neynəyəcəksiniz, daxil olacaqsınız və ardıcan da buyurur ki, fəkullu nəfsin mə'əhə saiqun və şəhid. Quran-ı Kərimin Qaf surəsinin 21-ci ayəsidir bu. Deməli, kullu nəfs və caət kullu nəfsin mə'əhə saiqun və şəhid. Bütün insanlar hamısı gələcək, onunla bir dənə saiq olacaq, bir dənə şahid olacaq. Əleyhissalam kəlamın içərisində onu işlədib. Deyir ki, fəkullu nəfsin mə'əhə saiqun və şəhid. Bütün nəfslərin hamısının deməli, saiqi var və şəhidi var. Saiq, ərəblər sürücüyə deyərlər, saiq, şofir. Saiq, yəni sürən aparan, bu cürə, əlindən tutub aparan, qabağına qatıb aparan. Şəhidləki həmin şahiddir. Həzrət buyurur ki, və caət kullə nəfsun mə'əhə. Allah Teala Quran-ı Kərimdə buyurur ki, qiyamətin günündə bütün nəfs gələcək mə'əhə, o nəfsinlə bir dənə saiq olacaq, bir dənə də şahid olacaq. Yəni, bir dənə saiq olacaq, onları gətirəcək, sürəcək, gətirəcək o lazım olan yerə, qatacaq qabağına gətirəcək o lazım olan yerə, yaxşı, nədir? Məhşərə gətirib çıxardacaq, məhşərdən sonra cəhənnəmə aparacaq, ya behişdə aparacaq və şəhid və hər bir şəxsin də yanında bir dənə şahidi olacaq ki, o da onun əməllərinə şahid olacaq. Bu gətirəcək, təhvil verəcək bura, burada da şahid duracaq onun əməllərinə şəhadət verməyə. Saiqun, Həzrət deyir, bu saiq, yəsuquhə ilə məhşəriha, bu saiq, bu sürücü, bu aparan, bunu gətirəcək məhşərinə, yəni qiyamətin o meydanına və şahidun yəşhədu əleyha bi əməliha, şahid də gəlib onun əməlinə şəhadət verəcək. Özü demir, yəşhədu ləha, deyir, yəşhədu əleyha. Onun nədir, ziyanına elədici əməllərə neynəyəcək? Şahidlik verəcək.
və o yaxşı əməllərə şahidlik verməyə şahid lazımdır. Yaxşı əməllər hamısı insanın vücudundan, simasından, ondan sonra ətrafından, nur ünvanında falan bu cürə elə özün biruzə verəcək. Bu gələcək, şahid bunun əməllərinə neyəcək, pis əməllərinə neyəcək, şəhadət verəcək. Bəs və siyaqətü iləl virdil mavrud, daxil eləyəcəklər onu o axırıncı elə bir məqama yerə ki, orada da nə olacaq, yanında bir dənə şahid olacaq və bir dənə də saiq olacaq. Ondan sonra Həzrət bu xütbənin 3-cü hissəsində, yəni həqiqətdə axırıncı hissəsində gəlir, behiştin sifətlərinə neynir, işarələr edir. Yəni, bu qədər ölümdən danışıb, can verməkdən danışıb, dünyadan qırılmaqdan danışır, ondan sonra qəbrin çətinliyindən danışır, bərzəxin çətinliyindən və nəhayət məhşərin çətinliyindən danışandan sonra gəlir Həzrət axırda behiştin bəzi sifətlərinə işarə edir. Çünki bizim Peyğəmbərimiz və Allahın bütün Peyğəmbərləri və onun canişinləri bəşir və nəzirdir. Yəni, həm qorxudurlar, həm çəkindirirlər, həm də bəşarət, müjdə verirlər. İnsanın da Allah yaradanda onun elə quruluşunu elə yaradıb ki, həm qorxur, Allaha tərəf gəlir, həm də müjdələnir Allaha tərəf gəlir. Görsən, bir adamla bir işi gördürmək istəyəndə, görsən, adətən, ya məsələn, çəkindilər, onu deyirlər, məsələn, bu işi görməsən, cəzalanacaqsan. Yaxşı, məsələn, bu qanuna, qırmızı işığı keçsən, məsələn, 150 manat cəriməndir, ondan da sonra nədir? Məsələn, bu qədər də bal yazılacaq sənə, ya məsələn, sürücülük vəsiqən alınacaq. İnsan da sürücülük vəsiqəsinin alınmağından, ondan sonra balın yazılmağından, pulu ödəməyindən qorxur, çəkinir, istəmir onları eləsin, çəkinir. Bir də var, məsələn, deyirlər ki, həkim yol hərəkəti qaydasına, məsələn, pozmadan bir ay maşın sürsə, ona bu qədər də nə verəcək? Mükafat verəcək, məsələn. Yaxşı? İndi dünya qanunlarında o cürə şeylərə mükafat vermək yoxdur, cəzası var, cəriməsi var. Amma Allah Teala Quran-ı Kərimdədir və məsumların dilində var ki, bunlar bəşir və nəzirdir. Munzirin və mübəşşirin Allah Quran-ı Kərimdə deyir Peyğəmbərlərin barəsində. Yəni, gəlib sizə həm öyüd nəsiyyət verir, qorxudub, çəkindirsiniz və bu yolları gesirsiniz. Ölümdə belə olacaqsınız, can verəndə belə olacaqsınız, qəbirdə, bərzəxdə, nəhayət, qiyamət, cəhənnəm. Amma birdən bu qanunlara əməl eləsiniz, qanunlara əməl eləyəndə nəyə varızdır? Behişt varızdır. Və başlayır Həzrət behiştin sifətlərindən danışır. Təbiidir ki, yəni təşviq edir insanları, çalışın neynən? Behiştə gedin. Deyir, dərəcatun, müfəzzəlat, mütəfazilatun, behiştə bir-birindən üstün dərəcələr var və mənazulu mütəfavitatun, müxtəlif, təfavutlu, fərqli mənzillər var. Fərqli mənzillər, biri-birindən yaxşı, biri-birindən fərqli, hətta bərabər də olsa fərqlidir. Onun özündə bir dənə yorulmamaqlıq var, tənəvvü var da, yorulmur insan. Məsələn, bir yolla gedir, sabah o bir yolla gedir, məsələn, yorulmamaqdan ötürü. Eynilik özü bir dənə yorğunluqdur, bezdirməkdir. Həzrət buyurur ki, və mənazülü mütəfavitatı, müxtəlif mənzillər var. Behiştə, la yənqəti'u nə'imuha, heç vaxt o behiştin nemətləri neynəməz, tamamlanmaz, bitməz behiştin nemətləri. Məsələn, dünyada nə qədər də varlı olsuq, ola bilər bizim hesab kitabımız düz gəlməsin, çatmasın. Dünyada nə qədər də varlı olsuq, ola bilər ki, mən fikirləşirdim 10 nəfər qonaq gələcək, gəldi 20 nəfər bişirdiyim çatmadı, məsələn. Yaxşı, ola bilər lap, məsələn, qonağım gəlib, gedirəm, bazarlıq edirəm, o lazım olan qədəri dükanda olmadı, məsələn. Dünyada belə şeylər adi şeylərdir. Amma behişt Həzrət buyurur ki, və elə Allah Teala da buyurur, heç bir tədarük görmədən, heç bir bazarlığa getmədən, heç bir xərcləmədən la yənqətü ni'amuha, nemətləri onun nədir?
kəsilməz, qutarmaz. Heç bir əvvəldən də zəhmət çəkib, fikirləşmək kifayətdir, sabah qonaq gələcək, görəsən, onu hazırla, bunu hazırla, razı qalacaq, qalmayacaq, nə bilim, nə, indi xəstəlikdir də o, mod düşüb ki, gələ bir 5 cürə yemək olar, nə bilim, nə olar, büzrənəm, salat ki, Allahın gül kimi nemətlərini qatıb bir-birinə püskünə qoyurlar, adını qoyurlar, məsələn, yemək, məsələn, hə? Hələ ondan işimiz yoxdur. Amma bu zəhmətləri çəkməyə ehtiyacı yoxdur orada. La yəngətu ni'amuha, nemətləri heç vaxt tamamlanmaz. Birdən rivayətdə varımızdır. Behiş əhlinin hamısı durub bir nəfərə qonaq gəlsə, həm evində yer olacaq, həm də onların bütün təminatı nə olacaq? Təmin olunacaq. Məsələn, fərz eləyə qərar olsa, behiştin filan yeməyindən bunlar yiyələr, behiş cəmaatının hamısı gələ bir nəfərin qonağı ola, hamısını təmin edəcək. Əsası da odur ki, nə bazarlığa getmir, nə kassada növbəyə durmur, nə kartına baxır, görəsən nə qədər pulum qaldı, nə sabahı fikirləşir ki, bu qədər büyün xərclədim, sabah nə olacaq, qonaqlar yedi, getdi və özüm nə yiyəcəm, məsələn, balalarım nə, bu fikirlər filan bəsməkən yoxdur. Neməti tükənməzdir. Və la yəzənu muqimuha, heç vaxtda behişdən olan, iqamət eləyən nədir? Oradan köçməyəcək. Behişdə iqamət eləyən heç vaxt orada köçməyəcək. Və bəli, belə o dərəcələrinin barəsində deyir, və kullun dərəcatun mimma əmilu. Quran-ı Kərimdə deyir ki, hər bir şəxsin orada dərəcələri var, elədiyi əməllərə görə. Sonra deyir, nərfə o dərəcatin mənnəşa. Hələ özlərinin elədiyi əməllərə görə bunların dərəcələri var heç. Biz istədiyimiz dərəcələri də neyinirik? Artıra bilirik. Məsələn, mən özüm əməlimin nəticəsində, əməlimin sayəsində 5 dənə dərəcə qazanmışamsa, Allah 5-ini də üstünə qoya bilər. Heç kimdə heç nə deyə bilməz. Yaxşı. Ondan sonra Allah Teala buyurur ki, Əs-sabiqun, əs-sabiqun, ilaikəl müqərrəbun, fi cənnatin nəim. O ayədə ki, deyir, onlar ki, qabağa keçiblər ibadətdə, itaətdə, iman gətirməkdə, elə onlar həqiqətən qabaqdadılar. Əs-sabiqun, əs-sabiqun. O qabağa keçənlər elə qabağa keçiblər. Özdə o ilaikəl müqərrəbun. Onlar müqərrəbdirlər. Baxın, gəlib indi bir şeyə də aşağı da işarə edəcək ayədə. Müqərrəblik ən yuxarı dərəcədir də. Ən yuxarı dərəcədir. Gəlib hələ deyəcək, əshab-ı yəmin, sağ tərəfin əshabı. Onların da yüksək dərəcəsi var. Amma müqərrəblər hamısan yuxarıdadır. Hətta belə bir söz də var. Hədisdir ya elə belə bir hikmətli sözdür, deyir. Həsənatul əbrar, səyyatul müqərrəbin. O yaxşı adamlar, əbrar, yaxşı adamların ehsanı müqərrəblərin nəzərində günahdır. Yəni, onlar o qədər yüksək dərəcədədir. Məsələn, mənim elədiyim ehsanı onlar günah hesab edirlər. Bu cür ehsan verməzlər. Ehsan belə olmur. Müqərrəblər, onlar müqərrəblər fi cənnatın nəim neymətlə dolu olan bir işdə. O neymət ki, heç nəyi qutarmır. Quran-ı Kərim deyir, nə yeməyi, nə içməyi, heç nəyi qutarmır. Özdə biz görsən, bir gün, 2 gün eyni yeməyi ardıcıl yeyəndə, görsən, bezürük o yeməkdən, çəkinirik. Lap yağlı da olsa, deyir, yaşım, bitki pendirdən, çörəkdən verir, 3 gündür, məsələn, o yeməkdən yeyirik. Yaxşı filan, ya məsələn, görsən, o yemək, gündə bir cürə yemək bişiririk, ya gündə belə bir formasını dəyişirik, daimi, hətta görsən, tibb icazə vermir, daimi bir yeməyi, məsələn. Nəxçən bu orada nədir? Neymət, nə istəsən, iradə eləsən, o hazır olur. Deməli, fi cənnatın nəyin, neymətlə dolu olan bir işdir. Heç birindən də adam bezmir, heç birindən də adam yorulmur. Hər dəfə yiyəndə də təzə dad hiss eləyir adam ondan. Yaxşı görsən, məsələn, alça mövsümü gəlir, sezonu gəlir, yaxşı. Baha alça filan, gedi alırlar, biri tuzla yer, biri nə bilim, nə ilə yer, biri nə, belə də ki, alça da hərə, baha olanını görsən, hərə bir, nə bilim də 200 qram, 300 qram da olsa alır, aparır, yaxşı. Görsən, biraz üstündən keçdi, indi məsələn, bizim məhətdə alça var, kimə yalvarıram, yemir. Yaxşı. Dəvcə cəmaatın ürəyi doyub alçadan. Elə, amma orada beşdə deyir. Məsələn, fərz elə beşdə alça, elə o, necə o alçanın o əvvəl çıxan vaxtı, bahalı vaxtı cəmaata onun yeməyi ləzzət eləyir, o elə həmişə ona ləzzət eləyir.
o biri meyvəsi, o birisi yeməyi bu cürə. Yaxşı. Və əmma inkənə minəl müqərrəbin fərauxun və rəyhanun və cənnətun nəyim. Allah Teala deyir, o behiştə gələn insanlar müqərrəblərdən olsa, fərauxun və rəyhanun. Ruh və rəyhan. Ruh və rəyhan. Təfsirində belə deyirlər ki, ruh, yəni aramçılıq, rahatçılıq, yaxşı, aramçılıq, rahatçılıq qəbirdə. Reyhanun o da nədir? Behiştə nemətlər. Fi cənnə və cənnətü nəim və behiştlə dolu olan nemətlər. Yaxşı, bəzən mən təfsirinə baxırdım bayaq bunun və ravxun və reyhanın ikisini elə bir yerdə rahatçılıq, aramçılıq. Çünki ən böyük nemət, ən dadlı həyat o rahatçılıqdır, aramçılıqdır. Nə qədər gözümüzün qabağında görmüşük ki, insanlar deyir ki, kaş elə yavan olaydı çörəyim, amma rahat yeyirdim. Heç bu yağlı tiki olmaydı ya. Ya bir ömür, məsələn, halal çörəyimizi, bir tikə çörək, yağlı çörək tapdıq, amma rahat yeyə bilmədik. O rahatçılıq, ondan sonra o, necə deyərlər, arxayınçılıq, bunlar hamısı nədirlər? Bunlar hamısı Allahın xüsusi bir nemətidir. Həzrət Allah Teala deyir ki, əgər insan müqərrəblərdən olsa, tam rahatçılıq və tam arxayınçılıq, özdə qəbirdə də hətta qorxusu yoxdur. Əlini atıb, əlindimini oturur, mələklər sorğu suala gələn rəcə də, mən elə ömrümü 70 ilimi onunla keçirtmişəm də. Yaxşı, o deyir, biri bilmirəm zarafata deyir, ya həqiqi deyir, gəlir Nəkir Mülki ondan soruşur ki, Allahın kimdir, Peyğəmbərin kimdir, imamın kimdir, Rəşiddə keç onun üstündən mən elə 70 il o imamı deyib ağlamışam da, yaxşı, indi mənə sən öyrədətsən imam kimdir, yaxşı, o arxayındır orada. Orada da rahatçılıqdır, bərzəxdə də rahatçılıqdır, məhşərdə də rahatçılıqdır və hətta onlarda dünyada da rahatçılıqdır. Ona məsələn, bir tikə yağlı çörəkdən ötərə gedib harama düşmür. Ondan sonra bir çətinliyə görə çox narahat olmur. Dünyanın dərdindən, bəlasından indi olsun da dünyanın soyuğu da olar, istisi da olar, aclığı da olar, susuzluğu da olar da. Dünya bu da hadisdir də, dünya hadisənin də xasiyyəti budur da, elə deyir. Həmişə elə yaxşı hadisə baş verməz ki. Ona görə o dünyanın özü üçün təqribən 5 qərar verir. Nə istisindən əziyyət çəkər, nə soyuğundan. Özünü elə öyrədər. Yaxşı. Və ondan sonra Həzrət gəlir. Mən elə bir Allah Teala gəlir Quranda, elə bilən bir pillə aşağı düşür. Deyir, və amma imkanə min əshabil yəmin. Əgər əshab-ı yəmindən olsa, bəlkə də bu müqərrəblərdən yuxarıdır, bilmirəm. Mən çox təfsirinə baxmadım. Ancaq müqərrəblərə deyir, fərrauxun və rəyhanun və cənnətun nəyim. Deyir, və amma imkanə min əshabil yəmin, fəsəlamun ləkə min əshabil yəmin. Əshab-ı yəmindən olsa, əshab-ı yəminlərin hamısının sənə salamı var. Elə bir gedirsən, qərib yerdə başı itirmirsən, biri yaxın gəlir, demirsən, qardaşların hamısı sənə salam var, gözləyirlər, gələsən. Ondan böyük neymətə, biri gətirib orada 1 milyon cibə pul qoyub geçsəydi, sən də o rahatçılığı yaradan məzəksinə, biraz da narahat olacaqlar. Şimdi bu 1 milyonla mənə başımı kəsəcəklər. Hədir, o qiyamətin o məhşərində gəlib deyirsə, bütün əshab-ı yəmindən sənə nədir? Salam dua var. Yaxşı, fəsəlamun ləkə min əshabil yəmin. Əl-cənnətun mə'ətə dərəcətin, ma beynə kulli dərəcətin, kəma beynə səma və lərz. Behiştin 100 dənə dərəcəsi var. Hər dərəcənin arasındakı məsafə yerlə göyün arası qədər məsafədir. Əl-firdovsu əlaha dərəcətən, ən yüksək dərəcəsi firdovsdur. Tufəccir, minha tufəccəru ənharul cənnətul ərbə. O 4 dənə behiştin, bütün arxları oradan nə olur? Cari olur. Niyə 4 dənə deyib? Day, onu bilmirəm. Bəli, mümkündür behiştin arxları, çaylar o 4 təbəqiyə aiddir də, 4 dənə behişdə aiddir. Fəizə səəltumullaha fəsəluhul firdovsə. Həzrət buyurur ki, Həzrət Rəsulullah, Allahdan istəyəndə də, behişt istəyəndə də firdovsu istəyir. Çünki ən yüksəyi odur da, yaxşı. Və mən yətihi mu'minən qəd əmilə salihat fəulaikə ləhumud dərəcətul ula. Qur'an-ı Kərim Taha surəsinin 75-ci ayəsində deyir ki, kim mömin gəlsə axirətə,
və salih əməl eləyib gəlsə, onlar üçün ali dərəcələr var. Yəni, Firdevs onlara məxsusdur. La yənqətü ni'amuha, neməti bayaq dedi, kəsilməz. Ukuluhum daim və zilluha, yeməyi daimidir, kölgəsi də daimidir. Yaxşı, la yəzənu muqimuha, Həzrət dedi ki, onun muqimi heç vaxt oradan köçməyəcək. La yəzənu muqimuha, yaxşı. Ondan sonra, və la yəhrəmu xaliduha, orada əbədə qalanda heç vaxt qocalmayacaq. 1 milyon ildir behiştədir, qocalmayıb. Yaxşı, ona görə deyirlər də, Əl-Həsən və Hüseyin Seyyidə Şəbab Əhl-i Cənnə. İmam Həsənlə İmam Hüseyin behiş cavanlarının ağasıdır. Niyə behiş cavanları deyir? Behişdə cavan xüsusi bir dəstə yoxdur. Yəni, behiş əhlinin hamısının ağasıdır. Çünki behiş nədir? Hamı cavan olacaq. Keçən dəfələr demişdi, Həzrəti Rəsulullah da arada zarafat eləyərdi, amma həqiqəti deyərdi. Bir xanım gəldi, dedi ki, mənim yoldaşımı dua elə, yaşlı kişidir, filandır bəs məkanda. Həzrət dedi, nə dedi axirətin? Həzrət dedi ki, behişdə qoca adam olmayacaq ki, bu xanım başladı ağlamağa. Və mənim yoldaşım, hələ öz dərdi qalmışdı, yoldaşının da salihə xanımlardan idi. Allah dədəsin, rəhmət eləsin. Yaxçı, onu dua elə behişdə geçsin, dedi, behişdə yaşlı arvad başladı ağlamağa. Bunun işi nətər olacaq? Sonra Həzrət güldü ki, behişdə hamı cavan olacaq. Yəni, Həzrəti Nuh da 1250 il yaşı vardı, o da cavanlaşıb behişdə girəcək. Deyir, la yəhrəmu xaliduha. Orada əbədi oturanlar heç vaxt qocalmayacaqlar və nəhayət axırıncı sözündə buyurur ki, Həzrət ki, və la yəbəsu sakinuha, o behişdə sakin olan heç vaxt çətinliklə üzbəüz dayanmayacaq. Heç vaxt, ay su kəsildi, işıq söndü, ay nə bilim, kran tutuldu, ay nə bilim, nə oldu, qaz kəsildi, bu şeylər, ondan sonra belə, durum gedim dükandan çörək alım gətirim, mən durum bu yeməyi bişirim, hamısı işdir də. Hazır gündə məsələn gətirib sənə hazırın verirlər, lap bişirib hazırını da verirlər, yenə götürüb onun qabdan yeməyi də var da. O özü də bir işdir, çeynəməyi var, həzm olmağı var. Amma deyirlər, behişdə hətta bəzən bunları da deyirlər, yoxdur. Elə iradə eləyən kimi onu vücudunda hiss eləyirsən. Məsələn, fərz elə küftə bozbaşı iradə eləyirsən, onu vücudunda hiss eləyirsən ki, yedin. Belə şey deyir, məsələn, deyək ki, onun nədir adı? Bozbaşı, məsələn, düşüyün altında noxudun, sındırmadın, onun nə ləzzəti? Yaxşı, orada ondan da ləzzət. Sadəcə dünyadakının forması belədir. Ahirətdə ondan da dadlı olacaq, o dediyimiz formada. Allah Muhammed Muhammed xatirinə tək yemək içməyin yox, hər şeyin inşallah bizə behiştin qismət eləsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.